Vətəndaş Çingiz Quliyev Zamin Bankda pullarının mənimsənilməsi iddiası ilə mətbuat konfransı keçirib. Çingiz Quliyev 2010-cu ilin dekabrında Zamin Bankda depozit hesabı açdıraraq 100 manat pul qoyub. 2011-ci ilin yanvarında isə ildə 4% dividendlə bu hesabda 99.900 manat pul yatırıb. Bu ilin yanvarında pulunu götürmək üçün banka gələndə ona pulu götürdüyü deyilib. Gözləmədiyi cavabla qarşılaşan vətəndaş bankın rəhbərliyi ilə görüş istəsə də buna nail olmayıb. Bundan sonra kütləvi informasiya vasitələrinə açılma verib. Daha sonra bank rəhbərliyi əmanətçinin sənədlərin əsli ilə banka gəlməsini istəyib. Quliyev sənədlərin zor gücünə əlindən alınacağını ehtimal edərək onları banka verməyəcəyini söyləyib. Zamin Bankla telefon əlaqəsində özünü əməkdaşımıza bankın idarə heyəti sədrinin köməkçisi kimi təqdim edən Nərmin adlı xanım Çingiz Quliyevin bank haqqında dediklərini yalan, böhtan, şər adlandırıb. Onun banka pul qoymadığını iddia edib. Quliyev banka pul qoyması, ödənişlər, müqavilə, tərəflərin imzası olan sənədlərin həm əslini, həm də surətlərini mətbuat konfransında nümayiş etdirib. Ola bilsin, hansısa operator səhv edib. Mən məsələni bank səviyyəsində həll etmək niyyətindəyəm. Alınmasa, məhkəmə müstəvisinə keçirəcəyəm, deyə vətəndaş qeyd edib. İndi hələ ki bu mətbuat konfransını keçirdik. İndi görək nə reaksiya verəcəklər. O reaksiyadan sonra yəqin ki məhkəməyə müraciət edəcək. Mətbuat konfransında iştirak edən hüquq müdafiəçisi Ələkbər Məmmədov belə halların vaxtı ilə Vahid Bankda, bu yaxınlarda Texnika Bankın Binəqədi filialında baş verdiyini xatırladıb. Hüquq müdafiəçisi belə halların banklara etimadsızlıq yaratdığını, məhz bu etimadsızlıqların Debit Bank, Kövsər Bank və sair bankların bağlanmasına səbəb olduğunu xatırladıb. Hal-hazırda indi biz istəyirik ki, bank səviyyəsində bu məsələyə aydınlıq yatıb araşdırılma aparılsın. Əks halda bu deməli cinayət xarakterli ünsur olduğu üçün, cinayət faktı olduğu üçün yəqin hüquq mühafizə orqanlarına müraciət olunacaq və sonradan da ki, sözsüz ki, ölkədə baş verən bu cür, yəni bank sistemi aləmində kriminogən ünsürlərin olması əlbəttə ki, bu həyəcan təbili çalmaq lazımdır və beynəlxalq səviyyə qaldırmaq. Yəni bax bu, biz bunu gələcəkdə bu addımları atmaq fikrindəyik.